Hazırda xanımın bezini dəyişirəm, amma xanım çıxıb qaçmağa çalışır. Həm də önlüyünü yeyir. Mən bunu çox vaxt önlüyünü ağzına salmasın deyə şalvarına keçirirəm ki, bu tutur belə önlüyünü və ağzına aparır. İndi də bezini dəyişirəm, çıxıb qaçmaq istəyir. Hara qaçırsan? Onu həm də yeyir. D vitaminimiz bitib. Artıq D vitamini almalıyıq. Bu ikinci qutusudur istifadə etdiyimiz. Burada dayağım. İkinci qutusudur istifadə etdiyimiz. İndi yenə birini almalıyıq. Mənim səhər rutinim. Aninanın bezini dəyişdim. İndi də keçirəm otağı biraz yığışdırım. Düz elə bir şey yoxdur. Belə dağınıq görünməyinə baxmayın. Buranı yığacağım. Və burada dünən mağazadan aldığım bir-iki şey var. Bunları saxlamışam. Sizinlə birlikdə açaq. Orada çox maraqlı şeylər var. Bundan sonra da keçəcəyik buranı təmizləməyə. Mənim də saçım başım dağılıb belə. Suyumu doldurum. Çay içim. Ondan sonra da gəlib buranı yığışdırım. Aninanı da geyindirdim. Əynini dəyişdim, altını dəyişdim. Verdim nənəsi ilə oynayır. İndi özüm də biraz buranı yığışdırım. Aninanın paltarları var burada. Keçən dəfə batırmışdı. Sadəcə 2 dənə olduğuna görə atmadım. Həm də mən paltarları artıq necə yuyuram. Uşaqlar üçün olan paltar sabunu var. Keçən dəfə sizə göstərmişdim. Bu ləkələnən hissəyə ondan vururam və yumuram. Bunlar hər ikisi ləkəlidir. İndi bir-iki dənə də burada var. O koftanı da atacağım yumağa. Bundan sonra atıram maşına. Maşından ağappaq tərtəmiz olub çıxır. Biraz paraşok tökürəm üstünə və bununla da yuyulub tərtəmiz formada çıxır. Mən də digər blogerlər kimi səhərimə belə başlamaq istəyərdim, amma təəssüf ki, uşaq olduqdan sonra bu formada etmək o qədər də mümkün olmur. Çünki siz səhər oyanmaz çayın üstünə qaçmırsınız ya da kofenizin üstünə. Amma mən də çox istəyərdim ki, sabahınız xeyir deyib belə sizi salamlayardım. Hava da çox qəşəngdir, çox sərindir. Biraz soyuqluq da var havada. Mən də dünən burada paltarları yumuşdum. Daha doğrusu paltar yumuşdu. İndi bunları biraz külək qurutsun və yığacağım. Dəhşətli külək var. Burada da paxlavam var. Diyetə başlayanda mən diyetadayım. Çörəyi kəsmişəm, amma şirniyyatı hələ ki tam kəsə bilməmişəm. Bəzən alıram türk paxlavası və bundan yeyirəm. Və bundan biri ilə çayımı içəcəm. Əvvəlki videolarımı izləyənlər bilir ki, mən belə adyalları ən azından 2 gündən bir çırpıram pəncərədən. Çünki o zaman daha rahat oluram. Həm də evdə körpə uşaq var, burada yatır, hələ ki bizimlə. Ona görə də bu adyallar tez-tez çırpılır və bugün eləmədim, çünki dünən eləmişdim. Yəni hər gün də etməyin bir mənası yoxdur. Çünki hər gün etdiyim zaman digər işlərim qalır. Bunun yerinə başqa bir işimi görə bilərəm. Buna görə bu formada yığdım buranı. Qızlar, hələ ki belə yığışdırdım. Düzdür, heç yeri silmədim. Hələ ki belə bir görüntü olsun. Bu mənə bəsdir. Çünki mənim əsas öncəliyim burada bu şkafı yığışdırmaqdır. Yəni
Bura həm çox dağılıb, həm də qış paltarlarını buradan artıq çıxarmaq istəyirəm. Çünki belə çox səliqəsiz bir görüntü yaranıb. Mən də yığışdıracağım üçün neçə vaxtdır ki, bura paltarları necə gəldi atıram. Birazca da dəyişiklik eləyəcək bu üst hissədə. İstəyirəm pastelləri oradan götürüm və başqa yerə yığım. Qış paltarlarını isə ən üstə yığım. Amma hələ ki fikirləşirəm, baxaq görək necə alınır. Əvvəlcə gəlin sizə buradakı alış-verişimi göstərim. Çünki çox maraqlı məhsullar almışam. İki məhsulum var. Kızlar, bu çox super bir şeydir. İndi mən sizə bunu göstərəcəm. Əvvəlcə bunu açaq. Bir dəfə baxdım dünən. Aldıqdan sonra dünən almışıq bunları. Bunu hələ ki bilmirəm düzgün işlədə bilirik, bilmirik. Belə ekran böyüdücüdür. Məsələn, uşaqlar telefona filan baxır. Bunun arxasına qoyub. Ümumiyyətlə, uşaqlara telefon verməyin əleyhinəyəm, düzdür. Amma ki, əgər baxırlarsa, heç olmasa bu formada baxsalar daha yaxşı olar. Həm də uzağa qoya bilərsiniz bunu. Bu o qədər də mən bilmədim, bacarmadım, yoxsa necə. Videonun sonlarına doğru ya da növbəti videolarda bunu birlikdə sınayarıq. Mən də o vaxta qədər araşdıraram görək, bəlkə bu başqa cür olurmu? Belə bu formada belə bir şey çıxır, belə. Telefonu da bu hissəyə qoyursunuz. Amma onu deyim ki, yəni almağa məncə dəyməz, çünki çox dandik bir şey oxşuyur. Hələ ki qalsın. Buna deməli 2 manat 60 qəpik pul verdik. Sadəcə sınamaq üçün almışdıq. Bu da paltarların üstündə olan hansı ki paltarlar tiftiklənir. Onları təmizləmək üçün aparatdır. 7 manat 80 qəpiyə. İçində əlavə bir başlığı da var. Yəni bu xarab olduğu zaman bunu taxa bilərsiniz, bunun başlığı. Bu formalıdır. Dünən mən bununla təmizlədim divan üstünü. Onun üstü belə tiftiklənmişdi, çox pis görünürdü. Həqiqətən də çox mükəmməl bir aparatdır. Yəni alətdir. Bilmirəm Trendyolda varmı, neçəyədir. Amma təxmini ilə Trendyoldan da bu qiymətə gəlir məncə. Bunu 7 manat 80 qəpiyə almışıq.
Kızlar, inanın çok yorulmuşam. Bir neçə saat ara verməli oldum çünkü Alina'ya baxmalıydım. Ve burada gördükləriniz əvvəlki vloglarda mən sizə çəkmişdim. Burada istifadə etmədiyim dəsmallarda hansı ki təzədir, heç bir dəfədə istifadə olunmayıb. Mən saxlamışam daha çox evə kimsə gələndə, misal üçün burada böyük dəsmallarda 2 dənə, üstdəki balacadır. Yəni kiməsə lazım olsa elə vermək üçün. Burada da istifadə etdiklərimizdir. Hərəsi bir dəfə filan istifadə olunub. Sadəcə bunları biz çox istifadə eləmirik. Çünki ən çox istifadə etdiyim dəsmallar burada var, onsuz da. Bunları burada saxlayıram. Yetərincə çoxdur burada istifadə eləməli. Mən bunları daha çox istifadə edirəm. Üz yuduqdan sonra üzümü silmək üçün, əlimi silmək üçün dəsmalım ayrıdır. Arkasına isə qoydum belə plastina və yastıq üzlərini yığdım ora. Yorğan üzlərindən ayırdım çünki yay gəldiyi üçün artıq yorğan üzləri bizə lazım olmayacaq. Yorğan üzləri də həmişə yuxarıdaydı. Yorğan üzlərini də düşürdüm. Bura ayrı-ayrı paketlərdə qoydum ki, səliqəli qalsın. Yəni bu paltarların arxasında baxın bu formada hamısı yorğan üzüdür. Bu yuxarısında bir pastel var ki, onu anam tikmişdi. Onu mən heç istifadə eləməmişəm, saxlamışam ki, çünki istifadə etdiyim çox pastellər var. Dəst formasındadır və içində hər şey var. Yəni istifadə etdiyim çoxdur. Onlar köhnəldikdən sonra onlara keçərəm növbətilərinə. Amma 3-cü ilimizdə artıq, yəni istifadə etdiklərim elə demək olar ki, ilk günkü kimi qalıb. Buna görə də hələ ki ehtiyac yoxdur. Alina'nın paltarlarını kaldırdım yukarı. Çünkü bunlar artık 1 yaşda ya da 6 aydan sonra istifadə olunmalı paltarlardır. Ve bu hissə belə boşaldı. Buraya belə qutularda olan şeyləri qoyacağım. Adyalları filan. Çünkü bunları qoymağa başka bir yerim yoxdur. Bir müddətdən sonra da artıq Alina biləcəm ki, nələrdən ancaq istifadə edir. Bunların bir neçəsini götürüb qoyacağım yatağın altına, bazasına. Burada biraz boşalmış olacaq. Və belə əslində o hissələr çox doludur. Mənim ürəyim sıxılır ora baxanda, amma hələ ki bu formada davam edirik. Burada da kurtkalar filandır. İndi isə keçirəm bu hissəyə. Bu hissədə də gördüyünüz kimi bunu yığdıq. İçi tam doludur paltarla. Ancaq qalın paltarlardır içindəkilər. Sadəcə bəzi paltarları mən ayırmışam. İndi sizə göstərəcəm. Onları mən bilmədim ki hara koyum. Çünkü bu tam doludur. Demək kızlar, bu hissə yoldaşımındır. Bu hissədə mənim paltarlarımdır. Arxadakılar şalvarlardır. Mən gətirdim hamısını, yaya ait olanların hamısını koydum bura. Çünkü niyə? Arasından geyinmədiklərimi bundan sonra seçəcəm. Çünkü onları da seçsəm mənim vaxtım çox gedəcək. Bu hissə isə daha çox evdə geyinilən paltarlar, dəstlər filandır. Yəni burada əlavə olunacaq. Çünki mənim yay paltarlarım, baxın, yay paltarlarından bir dənə bu kofta var burada. Gündəlik geyinməli. Sadəcə o birlər hardadır? Buradadır. Çünki yadınıza gəlirsə, biz onları birlikdə vakumlu paketlərə qoymuşduq bunun altına. Kravatın altındadır, yəni onlar. Yoldaşım gəldikdən sonra onları çıxaracağım. Və bu hissədə də bu formada hələ ki bəzi nazik paltarları saxladım. Nazik uzun qolları saxladım. Çünki hələ ki havalar biraz soyuqdur. Hətta bugün o qədər soyuqdur ki, bugün çox soyuq olur mənə. Ona görə də bəzi uzun qolları saxladım. Bu kurtkam da hələ ki buradadır. Biraz havalar isindikdən sonra bunu da digər tərəfə qoyacağım. Hələ ki təmizliyimiz bu formadadır. İndi keçirəm corabları onun içine qoymağa. Baxaq görək necə alınacaq.
Qızlar, hələlik bu formada yığdım. Düzdür, biraz səliqəsiz görünə bilər. Amma mən belə yığdım ki, bu otaq biraz yığışmış olsun. Çünki burada təzə naskilər var. Bunları bir-iki dəfə geyinən kimi üstləri tiftiklənib, belə səliqəsiz görünür. İstəyirəm ki, bu günlərdə bunları tək-tək çıxarım və üstlərini təmizləyib qoyum. Çünki səliqəli görünsün. Ona görə də belə necə gəldi yerləşdirdim. Amma məncə əvvəlkindən daha yaxşı oldu. Bunlardan yenə alacağım. 2 manat 50 qəpiyə idi. Və bu formada digər siyirmələrdə də, çünki belə xırda şeylər çox olur, onları yerləşdirmək daha yaxşıdır. Hətta bu formada da olsaydı, amma bu hissə üçün belə biraz uzun sov formada olanları var, onlardan lazımdır. Çünki kalqotkaları belə uzun sov formada yığmaq üçün. İndi alsam ondan da alacağım və bu hissəsinə birlikdə yerləşdirərik. Vlogumu bura qədər izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Əgər hələ də kanalıma abunə olmamısınızsa, vloqlarımı bəyənirsinizsə, mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşmək ümidi ilə hələlik özünüzə yaxşı baxın.